başqa söhbətdə Ramal Hüseynovun təqdimatında danışacağımız məsələ bir kitabın səhifəsində yox, ekranların parlaqlığında itib gedir. Oxumaq yorur, düşünmək gecikir. Arsızlıqsa azadlıq kimi təqdim olunur. Ədəbsizlik məşhurluqla qarışıb, ağıllı söz isə alqoritmlərə uduzur. Axı biz nə vaxtdan unutmamağı cəsarət saymağa başladıq. Mədəniyyət təkcə musiqi, ədəbiyyat, rəssamlıq deyil. O həm də susmağı bilməkdir, həya çəkməkdir, ağılın səsi ilə danışmaqdır. Amma bugün oxumaq vaxt itkisidir deyən bir nəsil böyüyür. Bəs bu boşluqdan hansı yeni mədəniyyət doğacaq? Bu verilişdə mədəniyyətin niyə geri çəkildiyini deyil, biz ondan niyə uzaqlaşdığımızı soruşacağıq. Sosial şəbəkələrin tələsinə düşən düşüncəni, dəyərlərin yerinə alan görüntünü və arsızlığın necə estetikaya çevrildiyini. Bu sadəcə bir söhbət deyil, bu bir çağırışdır. Düşün, oxu, ayıl. Çünki bugün itirdiyimiz təkcə mədəniyyət deyil, özümüzük. Salam hörmətli tamaşaçım, xoş gördük hər birinizi. Başqa söhbət başladı və qonaqlarımızla bugün çox vacib mövzulardan birini müzakirə eləyəcəyik. Adətən çox eşidirik mədəniyyətlər çöküşü ya da mədəniyyətlər gerilənməsi. Bu anlayış nə deməkdir? Bundan biz qorxmalıyıq, yoxsa hər çöküşün sonunda bir yeni doğuşa ümid eləməliyik? Qonaqlarımızı təqdim eləmək istəyirəm. Mail Yaqub, fəlsəfə üzrə fəlsəfə doktoru, xoş gəlmisiniz. Və Nicat Məmmədli, Elm və Təhsil Nazirinin müşaviri. Siz də xoş gəlmisiniz. Mədəniyyətlər çöküşü anlayışını yəqin ki, hər birimiz eşidirik. Bu qorxulu bir tendensiyadır, yoxsa vahid bir mədəniyyətə doğru getmədir. Çünki mədəniyyət kriteriyası bugün çox təəssüf ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdən bizə axır. Bu rəqəmsal mədəniyyətə doğru getməkdirmi, yoxsa nədir? Tarixən cəmiyyətdə mövcud olmuş, müəyyən cəmiyyətin varlığının nüvəsini təşkil edən, onu bir arada tutan dəyərlər sistemi var ki, bu müxtəlif cəmiyyətlərdə müxtəlif ola bilər. Hər cəmiyyətin özünə xası olan ola bilər. Bu təxminən aşağı-yuxarı bu dəyərlər sisteminin nisbətən aşınması və bunun sizin də dediyiniz kimi müasir texnologiyalar, qlobalizasiya, belə deyək, qloballaşma, digər dəyərlərə çıxış imkanlarının artması, pis və yaxşı, bu hansısa mədəni dəyərin aşınmasına gətirib çıxarır. Çünki gəlin belə danışaq da, bir qlobal mədəniyyət anlayışı, vahid dünyanın mədəniyyət anlayışı hardasa müəyyən etik dəyərlər kontekstində bunu qəbulləmək olar. Amma adətən mədəniyyətlər daha çox lokaldırlar və o lokal kontekstdə hansısa müəyyən bir qrupa, etnosa və yaxud da topluma bağlı olan, daha yaxşısını deyək, topluma bağlı olan dəyərlərin aşınması prosesi, bu təbii prosesdir bütün hallarda. Bunu təbii eləyən nədir? Təbii eləyən cəmiyyətin inkişafıdır. Yəni cəmiyyət inkişaf elədikcə, yəni inkişaf elədikcə mədəniyyətlərdə bir dəyişmələr, bir müdaxilələr dəyərlər sistemində mütləq dəyişmələr baş verir. Çünki cəmiyyət özü-özlüyündə bir statik bir şey deyil. Bu dinamikdir, daim dəyişir və xüsusilə də kənara açılmalarla, müxtəlif digər mədəniyyətləri görməklə, adətən məsələn, biz Azərbaycan mədəniyyəti niyə tolerant mədəniyyət hesab edirik? Çünki Azərbaycan mədəniyyəti həmişə xaricdən daha çox, belə deyək, təsirlənib. Çünki İpək yolunun üzərində müxtəlif sivilizasiyalara açıqlıq, ətrafında müxtəlif dinlərin, müxtəlif etnosların nümayəndələrinin olması Azərbaycan cəmiyyətini daha tolerant formalaşdırıb. Ona görə ki, bu daha digər mədəniyyətlərə daha açıq olub. Mədəniyyət anlayışı, cəmiyyət anlayışı özü-özündə bir statik anlayış deyil, dinamik anlayışdır. Amma bu da çox da həddindən artıq tez dəyişiləndə insanlar buna biraz qəribə yanaşır. Sadəcə bugünkü cəmiyyətimizdə o temp biraz nisbətən artıb və xüsusilə bizim imkanlarımız çox artıb. Çünki biz daim indi texnologiyalara daha açıq, indi daha tez görə bilirik. Əgər məsələn biz əvvəllər bizim deyək ki 100 il bundan əvvəlki babalarımız ömürlərində 10 dəfə xarici görə bilirdisə, biz indi həyatımızın hər saniyəsində 100 dənə xarici görə bilərik. Hansısa sosial şəbəkə vasitəsilə və yaxud hansı dəyərlərə çıxış əldə edə bilərik. Bu cəhətdən bu çox təbii və normal proses. O zaman dəyişim yaxşıya doğrudur sizcə, yoxsa indiki mərhələdə hamının şikayət elədiyi kimi pisə doğrudur? Baxın da, mənim üçün yaxşı və pis anlayışı çox normativ anlayışlardır. Çünki siz nəyisə yaxşı hesab eləyə bilərsiniz, nəyisə pis hesab eləyə bilərsiniz. Amma məsələ burasındadır ki, məsələyə
nisbətən effektivlik nöqteyi nəzərindən baxmaq lazımdır da. Yəni bu bizə fayda gətirir yoxsa yox, nisbətən ölçülə bilən bir şey olsun. O zaman proqramın gedişatında bunu soruşarıq. Bu dəyişim faydalıdır yoxsa zərərli? Mail bəy, cəmiyyət dəyişir, dəyişim bir mədəniyyətin də dəyişməyini gətirib çıxarır. Bu dəyişim çöküşə doğrudur yoxsa inkişafa doğrudur? Siz necə qiymətləndirirsiniz bugünkü vəziyyətimizə baxanda ya da bizim ölçü vahidimiz nədirsə, oradan baxanda necə görünür? Mövcud mədəniyyət dünyada tənəzzülə doğru gedir. Açıq deyək, tərbiyəsizliyə doğru gedir, əxlaqsızlığa doğru gedir, yüngüllüyə doğru gedir. İfadələri yerində bəsitliyə doğru, bəsitliyə doğru gedir. Elə bəsitlik də bəzən əxlaqsızlıqdır. Əxlaqsızlıq təkcə bir dəfə yazmışdım, mənasızlıq da əxlaqsızlıqdır. Məsələn bir adam bizdə adətən əxlaqı beldən aşağı gedir. Bəli, amma ümumidir də 17-ci əsrin başlanğıcına deyirlər modern dövrün başlanğıcı. Modernizm dövrü termindir bir dənə. 17-ci əsrin başlanğıcı. Bu modern dövr bir neçə sahədə təzahür edib, mənası var. Fəlsəfədə, siyasətdə, mədəniyyətdə və iqtisadiyyatda. Mən gəlirəm iqtisadiyyata. İqtisadiyyatda modern dövrün başlanğıcında bir dənə termin var, kapitalizm. Kapitalizm nədir? Kapitalizm yəni sərmayəni yığmaq və çoxaltmaq həvəsi, istəyi. Bunu deyirlər kapitalizm. Bundan əvvəl sərmayə yox idi, var idi. Amma sərmayəni toplamaq, artırmaq strategiyası yox idi. Belə bir tendensiya yox idi. Buna deyirlər kapitalizm. Bu 17-ci əsrdən sonra başladı. 19-cu əsrdə bir dənə Marx adlı bir filosof gəldi. Başladı bu kapitalizmi tənqid eləməyə. 20-ci əsrin əvvəllərində Almaniyada yenə bir dərnək yarandı, məktəb. Frankfurt məktəbi deyirlər buna. Bir neçə filosof, sosioloq, mütəfəkkir yığışdı, başladılar mövcud vəziyyəti təhlil eləməyə. Nizat müəllim çox maraqlı deyə. Mövcud vəziyyəti yaradan filosoflar deyil, amma onları təhlil edən filosoflardır. İndi ora gələcək ki, bu mövcud vəziyyəti kim yaratdı ki, filosoflar da oturub belə bunu təhlil edirlər. Filosoflar həmişə sual verməklə məşğullar. Onlar əsas şey onlardır. İndi ona gələcəyik. Bunlar dedilər ki, Marx düz deyirdi, kapitalizmi tənqid eləyirdi. Biz də kapitalizmi tənqid eləyirdik. Kapitalist cəmiyyətin formalaşmasında mədəniyyət məsələsini nəzərdən qaçırtmışdı Marx. Bunlar deyirdi. Və bunlar mədəniyyət sənayesi deyilən bir termin yaratdılar. Culture industry, mədəniyyət sənayesi. Mədəniyyət sənayesinin kapitalizmə xüsusi dəstəyi var. Kapitalistlər öz sərmayələrini mədəniyyət sənayesi ilə çoxaldırlar. Və bunlar bunu tənqid edirlər. Niyə tənqid edirlər? Deyir ki, mədəniyyət sənayesi genişləndikcə insanlarda təfəkkür daralır. Əyləncə çoxalır, təfəkkür daralır. Bunlar məsələni necə izah edirlər? Bir var, 10 milyonluq bir cəmiyyət, 100 milyonluq bir ölkədə hamı intellektual, hamı mütəfəkkirdir. Orada satış nə qədər olacaq? Hamı məntiqlə hərəkət eləyir. Baxıram, görüm hələ bu mənə sərf eləyir, sərf eləmir. Hamısını ölçüb biçirəm, dəqiq, məntiqlə. Burada satış nə qədər olacaq ümumilikdə? Sərmayə nə qədər artacaq? Bir də var, insanların təfəkkürü zəifdir. Onlar hisslərinin əsarətindədirlər. Orada satış nə qədər olacaq? Əlbəttə ki, ikincisində satış çox olacaq. Ona görə kapitalizm mədəniyyət sənayesini inkişaf etdirməyə başladı ki, insanların təfəkkürü zəifləsin. Bunu 20-ci əsrin əvvəllərində artıq həyəcan təbili çaldılar bu cənablar. Sonra Hitler gələndən sonra qaçdılar Almaniyadan. Hərəsi pərən-pərən oldu bir tərəfə, çoxu Amerikaya getdi. İndi sual, bunu kim yaratdı? Filosoflar yaratmadı. Kapitalizmi sərmayə həvəsində olanlar, sərmayə sevdalıları. Bəli, biznesmenlər. Bəli, sərmayə sevdalıları yaratdı. Azərbaycanın özündə də böyük iş adamları var. Bunların ali təhsili yoxdur heç. Bu o qədər vacib məsələdir. Yəni məsələnin mahiyyətini biləndən sonra artıq
rahatlaşır mühakimə yürütmək. Habermas'ın ifadəsində public sphere, deməli ictimai məkanlar. Bunlar əvvəl deyir çayxanalar idi, 20-ci əsrin əvvəllərində yığışırdılar orada. Mədəniyyət, siyasət məsələlərini danışırdılar, insanlar ciddi söhbətlər edirdilər. Mədəniyyət sənayesi inkişaf etdikcə public sphere artıq sıradan çıxır. Artıq o müzakirələr, ciddi müzakirələr, ağıllı müzakirələr sıradan çıxır. İndi üzrəcəm bir şey əlavə edeyim. Ramiz Rövşən deyir, bu dünyada tərəzinin dilini bilən qazanır. Bu həmin bu məsələdir. Ədalət məsələsi aradan çıxır. Ümumiyyətlə ədalətdən danışmaq, bu kapitalist bilmir ədalət nədir, əxlaq nədir. Onun üçün pul önəmlidir. Mədəniyyətin əsas tərəfləri əxlaq, ədalət, bu da mədəniyyətdir də, doğru? Bu da mədəniyyətdir. İndi biz o əyləncə sənayesindən danışırıq da. Əyləncə sənayesi, o da mədəniyyətin bir hissəsi. Baxın, mədəniyyət çox geniş anlamdır. Mədəniyyətin içində əxlaq da var. Mədəniyyətin içində geniş masштabda əxlaqsızlığı təbliğ edən musiqi də var da, ona da mədəniyyət deyirlər. Bizim mədəniyyətimiz. İndi bu tendensiya artır. Arta gedir. Arta gedir. Filosof kimdir, sosiolog kimdir ki bunun qarşısını alsın? Güclü bir mexanizmdir, əjdahadır, böyük bir fildir. Filin qabağına 3-4 dənə qarışqa çıxıb. Qarışqa istəyir filin səmtini dəyişsin. Bu mümkün olan bir şey deyil. Bu gedir, bu sel. Bu gedir. 20-ci əsrin 50-ci illərindən sonra postmodernizm dönəmi adlandırırlar gedişatı. Postmodernizm nədir? Artıq burada dəyərlər yoxdur. Əxlaqlı, əxlaqsız söhbəti yoxdur ümumiyyətlə. Bu günə qədər ikili təzadlı məfhumlar vardı. Əxlaqlı, əxlaqsız, mədəniyyətli, mədəniyyətsiz, nə bilim, tərbiyəli, tərbiyəsiz falan. İndi o dəyər vurusu müsbət tərəfdən götürülüb, dəyər vurusu qalıb ortada. İndi ancaq kapital var, sərmayə artımı var. Bu tərəfdə də filosoflar həyəcan təbil çalır, bəziləri mütləq əksəriyyəti. Yəni 20-ci əsrin siyasi filosofların mütləq əksəriyyəti demək olar ki, hamısının əxlaq, tərbiyə deməli nigaranlığı var. Hətta Friedrich Hayek kimi o sırf kapitalizmi təbliğ edənlərin də içindədir. Çünki filosofdur da, hər halda bir dəyərləndirmə var. Amma gəlin görək nə qədər gücü çatır. Michael Sandel deyir, ancaq gücümüz ona çatır ki, public discourse yaradaq, ümumi bir müzakirə yaradaq. Heç olmasa bunlar qürbətdə qalmasın da bu sözlər də. İndi bu proses gedir, sual, biz necə edək? Biz nəyə istinad edib çıxaq bu filin qarşısına? Bunu bəlkə sona doğru danışarıq, amma Nicat bəy, Mail bəy bunu bizneslə, iqtisadiyyatla bağladı, amma xalqın əlində tutub buraxmaq istəmədiyi öz dəyərləri var ki, hər zaman buna qarşı olan hər şeyə etiraz edir, amma elə bir məqamdır ki, dediyi kimi üzərimizə gəlir və biz heç bir şey eləyə bilmirik. Bu məqamda biz dəyişimə hansı formada gedə bilirik ya da necə getməliyik? Kör-köranə, yoxsa bunu dərk eləyərək bütün şikayət elədiyimiz məqamlar hamısı mədəniyyət gerilənməsinin bir parçasıdır, yoxsa bu bir keçid dövrüdür, texnika, texnologiya bizi dəyişdirib sonra öz yolumuza salacaq. Amma gəlin belə danışaq. İlk dəfədən baxın, siz tarixdə istənilən filosofu götürsəz, istənilən şairi götürsəz, istənilən mütəfəkkiri götürsəz, o öz dövrünün etik dəyərlərinin aşınmasından, cəmiyyətin gerilənməsindən şikayət edib. Ya bu bizim cəmiyyətimizin təkcə problemi deyil. Qədim Yunan filosofları. Hamısından başlayaraq, hamısı özündən əvvəlki dövrü bir qızıl dövr hesab eləyir. Yəni tarixin bəlli bir anı var ki, o cəmiyyət üçün qızıl bir dövrdür. Cəmiyyət həmişə belə olub. Tarixdə müəyyən anlar var. Məsələn, deyək ki, antik Roma dövründə, Neron dövrünü nəzərə alsaq, xüsusən də imperatorun fəaliyyəti nəticəsində sizin dediyiniz anlamda əxlaq, etik normaların o qədər aşınması baş vermiş ki, cəmiyyət doğrudan da artıq belə yaşamaq olmaz deyə bir qərara gəlmişdi. Çünki həddindən artıq aşınmışdı normalar. Yəni bu tarixi anlar var, amma bu tarixdə çox nadir anlardır da ki, belə sırf mədəni dəyərlərin nəticəsində cəmiyyət tamamilə məhv olub gedir deyə bir məsələnin baş verməsi. Ümumilikdə mədəniyyət aşınması anlayışı bu bütün dövrlər üçün aktualdır, amma məsələ nədən ibarətdir də?
konkret olaraq gəlin bir dəyəri götürək. Deyək ki, bax bu dəyərin aşınmasını nəzərdə tuturuq. Və bu əvvəlkindən daha pisdir hansısa hallarda. Məsələn, bizim deyək ki, oxumaq məsələsi. Elədimi? İndi belə hesab edirlər ki, adamlar daha az oxuyurlar. Bu sosioloji sorğulardan göstərir ki, hə, doğrudan da adamlar az oxuyurlar. Amma adamlar az oxuyurlar o anlama gəlmir ki, adam az informasiya alır. İnformasiya amma bilgi deyil də, bu sadəcə... Baxın da, gəlin bir şeyə baxaq da. Bax, oxuma tarixə nə üçün baş verib? Oxuma iki səbəbdən baş verib. Əsasən iki səbəbdən baş verib. Birinci səbəb ondan ibarət ki, siz hansısa bilgi əldə etmək üçün oxumusunuz. İkinci səbəb, oxumaq əksər hallarda həm də əyləncə vasitəsi idi. İnternetin olmadığı dövrlərdə. Hə, siz zövq üçün oxuyurdunuz da, müəyyən bir şeyə zövq almaq üçün. Məsələn, siz hansısa bir klassik oxuyanda oradan təkcə bilgi almaq məqsədiniz yox idi. Bədii ədəbiyyat xüsusilə bilgi mənbəyi deyil. O zövq mənbəyidir sadəcə. Dincəlirsən. Hə, dincəlmək mənbəyidir, əyləncə. Yəni belə deyək, filmin, serialın, internetin olmadığı bir dövrdə romanlardakı qəhrəmanlar bizim serialımız idi. Belə deyək. Hə, onda adamların alternativ informasiya mənbələri yox idi. Sözsüz ki, burada yəni klassik semiotik anlamda hər şey dəyişib. Tamamilə fərqlidir. Yəni siz kitab oxuyanda siz kitabla danışırsınız. Kitab sizinlə danışır. Eyni kitabın filminə baxanda film sizə danışır, sizinlə danışmır. Yəni orada dialoq yoxdur. Siz sadəcə ona seyirci olaraq baxırsınız. Amma kitab passiv iştirak var da, sadəcə bax. Kitab oxuyanda siz kitabı bir dəfə oxuyursunuz, onun üzərində düşünürsünüz, təkrar oxuyursunuz, təkrar düşünürsünüz və s. Bu sizə çox dərin düşüncə və dərin enerji itkisi hesabına başa gəlir. Amma indi alternativlər var. İndi siz həmin kitabı dinləyə bilirsiniz çox rahat, elədimi? Və yaxud da onu görsəl vasitəsilə YouTube-da videolara baxırsınız. İndi podkastlar var dünyada ki, 3 saat, 4 saat davam edir və milyonlarla tamaşaçı yığır. Biz sadəcə qəti olaraq desək ki, yox, bax biz tamamilə bundan sonra məhv edirik. O zaman niyə bizim cəmiyyətdə hər kəs deyir ki, boş, sadə və əxlaqsız məzmunlar daha çox baxılır. Sizin dediyiniz kimi o saatlarla hazırlanan podkastlar bizdə niyə izlənmir? Bu çox yaxşı məqamdır. Çox yaxşı məqamdır. Çünki baxın, bizim çox uzun müddət ərzində həmin o əyləncə hissəmizi adamlar daha rahat əyləncə istəyirlər. Oxumaq daha çətin əyləncə növüdür. Daha rahat əyləncə növü artıq YouTube, Facebook və s. sosial şəbəkə meydana çıxanda baş verir. Amma biz orada çox uzun müddət kontent yaratmamışıq, o intellektual kontenti yaratmamışıq. Menyuda olmayıb o. Menyuda olmayıb. Adamların qarşısına nə çıxıb? Ancaq o mənasız və o dərin intellektual yanaşma tələb eləməyən məsələlər çıxıb. Hə, sonralar o intellektual kəsim, məsələn, Mayıl müəllimin yaxşı YouTube videoları çıxıb ortalığa və insanlar onu acdılar. Bütün hallarda da cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif qismləri var ki, həmişə bir hissəsi sizin dediyiniz o bayağı məsələlərə baxacaq. Amma o intellektual daha çox belə deyək də daxili ruhani dünyasını qidalandırmaq istəyən insanlar da ona, amma o yox idi axı bizdə. O indi formalaşmağa başlayır. İndi biz onları verməyə başlayırıq. İndi formalaşır, amma Mail bəy, formalaşdığı zamanda necə formalaşır? Bu önəmlidir. Çünki müasir təhsil sistemi əvvəlki təhsil sistemlərindən fərqli məhsullar ortaya çıxardır. Yəni alimlər, elm adamları ortaya çıxarır və yanaşmalar burada dəyişir. Artıq köhnə yanaşmalar və yeni yanaşmalar arasında bir toqquşma yaranır. Biz bu vaxta qədər əgər öz dəyərlərimizə dil uzatmırdıq, əl uzatmırdıqsa, bu səfər biz öz dəyərlərimizi sorğulamağa başlayırıq, keçmiş dəyərləri. Biz əvvəl danışmadığımız şeylərdən bu səfər danışmağa başlayırıq. Əvvəl heç o gündəmə gətirmədiyimiz, ayıbdır dediyimiz şeyləri indi danışmağa başlayırıq və bu da artıq qıcıq yaradır. Sizcə keçmişdəki olmazlar və indiki olmayan olmazlar bu cəmiyyətdə hansı bir mədəniyyət formalaşdırır, yanaşma formalaşdırır? Baxın, insan psixologiyası belədir. O yalnız çox qorxduğu şeylərdən çəkinir. O yerdə ki, cinayət tərkibi yoxdur, orada at çapır. İnsan öz anasını, atasını da təhqir edir. Və əmindir ki, anası, atası bunu məhkəməyə verməyəcək, polisə verməyəcək. Bu insan psixologiyasıdır. Azərbaycanda da belədir, Avropada da. İnsan psixologiyası dəyişmir. İnsan hər yerdə insandır, ölməyibsə ömür sürür. İndi bu tərəfdən müstəqillik dönəmi
sərbəstlik, artıq Sovet dönəmi yoxdur. Keçən dəfə bir nəfər sosial şəbəkədə bir şey paylaşmışdı. Düzdür, bu anormal hadisədir Azərbaycanda. İndi amma o da deyir ki, mən valideynlərimi məhkəməyə verəcəm bir məsələyə görə. Yəni hamı gülür, amma adamı tutmurlar. Sözümün canı nədir? Baxın, burada sərbəstlik var. Sərbəstlik. Bu qeyri-hüquqi sferadakı sərbəstlikdir. Hüquqi sferada deyil. Misal mən deyirəm ki, mən sərbəstdən qırmızı işıqda keçəcəm. Keçərsən, səni tutacaqlar, cərimə eləyəcəklər. O yerlərdə ki, cərimə yoxdur, cəza mexanizmi yoxdur. Mən sərbəstəm. Mən sərbəstəmsə, onda istədiyim şey eləyə bilərəm də. Burada artıq əxlaq girir meydana. Və salam. 2 dənə şey var da, bir əxlaq, bir hüquq, üçüncüsü yoxdur. Doğru. Üçüncüsü yoxdur. İndi burada əxlaq girir meydana. Həmin o əxlaqın vəziyyəti nədir də? Vəziyyəti nədir? Ayso. İndi gəlir bura. Bayaq o dediyiniz məsələyə Nicat müəllimdən tam razıyam. Lap menyuda bizim intellektual söhbətlərimiz olsa belə, yenə də o ciddi kontentə baxanların sayı 5%-dən çox olmayacaq. Siz deyirsiniz ki, bu qaçınılmazdır, davamlı olaraq bu olur bütün cəmiyyətlərdə. Bütün cəmiyyətlər buna necə hazırlaşır? Boş buraxmalıyıq və hər şey öz yoluna düşəcək zamanı oturub gözləməliyik, yoxsa bir müdaxilə olmalıdır? Bu müdaxilə olmalıdırsa, hansı formada, təhsillə mi olmalıdır, yoxsa başqa bir sistemlə olmalıdır? Necə olmalıdır? Təhsil həmişə tarix boyu adətən dəyərlərin, xüsusilə də cəmiyyətdəki mövcud dəyərlərin təkrar istehsalı vasitəsidir. Həmişə belə olubdur. Amma eyni zamanda təhsilin ən mühüm funksiyalarından biri də təkrar istehsalla yanaşı mövcud olan yenilikləri də daim ora daxil eləmək olur. Çünki təhsil nəticəsində biz yavaş-yavaş ən yeni məsələlərlə tanış olub irəli getməyə başlayırıq. Amma ümumiyyətlə klassik təhsilin funksiyası uzun müddət ərzində həmişə o ənənəvi dəyərlər sistemini qoruyub saxlamadan ibarət. Bugün Azərbaycan təhsil sisteminin də qarşısında qoyulan vəzifələrdən biri, nə qədər nail oluruq məsələsindən söhbət etmir, amma qarşımızda qoyulan ən vacib məsələlərdən biri ənənəvi dəyərlər sistemimizin qorunub saxlanmasıdır. Cəmiyyət həmişə dəyişəcək. Bunun qarşısını almaq, hardasa gedib dirənəcək, bundan sonra olmayacaq məsələ. Amma siz deyirsiniz təhsildə prioritet var. Prioritet var ki, köhnə ənənələrə, adət-ənənələrə sadiq qalmaq. Baxın, məsələ nədən ibarətdir? Burada mənim yadıma çox maraqlı bir debatçı, çox qısa olaraq bunu deyim, çox məşhur bir debatdır. Bir kardinalla dünyanın ən məşhur yazıçılarından biri Umberto Eco'nun debatı var. Kardinal buna sual verir ki, din olmazsa sizin əxlaqınız hardan qidalanacaq? Yəni əsas məsələ dindir də. Din sizə deyir ki, ən azı Allahın tərəfindən göndərilən məsələlərdən deyir ki, siz belə yaşamalısınız, belə yaşamalısınız, belə yaşamalısınız. Eko ateist. Eko deyir ki, din olmasa belə insanın daxilində formalaşmış bir yaxşı pis anlayışı var. Bir obyektiv yaxşılıq anlayışı var. Hamımızın qəbul etdiyimiz ki, məsələn, siz din olsa da, olmasa da müəyyən cəmiyyətdə hansısa bir mütləq əməl var ki, məsələn, oğurluq. Həmişə bu cəmiyyət tərəfindən pis qəbul olunur. Amma hər zaman da olub. Hər zaman olub. Çünki o ehtiyacdan doğan məsələdir. Kimisə tamahı daha çoxdur, kimsə daha çox əldə etmək istəyir, ona görədir. Amma cəmiyyət həmişə buna qarşı bir tabu mexanizmi qoyub. Bu tək Allahlıda da belədir, ağaca tapınanda da belədir. Yəni burada din məsələsinin, yəni daxili inancın olması məsələsi, o etik dəyərlərin, bayaq Mail müəllim çox yaxşı dedi. Yolu keçəndə bir var, siz yolu ona görə keçmirsiniz ki, fikirləşirsiniz qırmızıda keçsəm cərimə olunacaq. Bir də var özünüzün daxili etik dəyəriniz var. Mən qırmızıda keçməyim. Ona görə ki, mənim qırmızıda keçməyim başqasının hüququnu məhdudlaşdırır. Mən özümü belə aparmamalıyam deyə özümün bir daxili senzuram olmalıdır. Bu məsələ burasındadır ki, gəlirəm sizin sualınıza ki, biz nə etməliyik ki, həmin o belə deyək də bizim üçün daha doğma hesab elədiyimiz, bizim öz dəyərlərimiz hesab elədiyimiz məsələləri daha çox qoruyub saxlayaq. Burada sadəcə hal-hazırdakı vacib məsələ ondan ibarət ki, bax bizə o vasitələr, verilmiş vasitələr var. O vasitələrdən biz səmərəli istifadə etməliyik. Müasir cəmiyyətdə siz belə dedik, yalnız oturub kitab yazıb etik dəyər təbliğ eləməklə heç yerə gedə bilməyəcəksiniz. Əlbəttə. Siz belə deyək də sadəcə televiziya verilişlərinə çıxıb bu tipli verilişlərlə də heç yerə gedə bilməyəcəksiniz.
müasir vasitələrdən, sosial şəbəkədimi, bu ola bilsin indi sosial şəbəkədir, 10 ildən sonra tamamilə fərqli, heç bizim heç vaxt bilmədiyimiz, görmədiyimiz bir şey olsun. Biz bunlardan istifadə etməsək, yəni insanların istədiyi nədirsə, onu verə bilməsək və onu onun içərisində verə bilməsək, biz istədiyimizi də onların istədiklərinə, yəni biz sadəcə durub desək ki, əxlaqlı olun, bu olmayacaq heç vaxt. Amma biz onu yaxşı bir musiqinin, məsələn, yaxşı bir rapin içərisində, məsələn deyək ki, ola bilsin ki, bu çox bayağı səslənə bilər. Amma məsələn tarixdə bizim indi gördüyümüz var da, çox üzr istəyirəm. Bir P. Diddy belə deyək də кейsi var. Bir də Kanye West кейsi var. Məsələn, rapdən danışırıq sadəcə də. Kanye West daha çox belə deyək bəlkə nisbətən ədəbli rapçidir və o daha çox dəyərlər sistemini təbliğ edir. Nəinki P. Diddy. Yəni baxın, axı cəmiyyət bu o gənc insan ona qulaq asır. Bütün hallarda siz nə etsəz onu onun əlindən ala bilməyəcəksiniz. Ya onu gərək izolyasiya edəsiniz, tamamilə ayrıca bir yerdə yazın. Ya da ona heç olmasa Kanye West'i verəsiniz, məsələn deyək də. O qədər söhbətlər var, saatlarla. Bu 3 saatlıq podkast olmalıdır. Adətən belə bir təsnifat var da, mədəniyyət, iqtisadiyyat, siyasət. Cəmiyyətin 3 dənə əsas sütunu var. İndi təxminən belə bir şey. İndi bunlardan hansı daha önəmlidir, daha vacibdir? Gəlin Marks kimi düşünək, iqtisadiyyat. Bugün iqtisadiyyat daha çox önəmlidir. Elə dədə-babadan da belə olub, indi də belədir. Bundan sonra iqtisadiyyat. Yəni siyasəti Amma əvvəl belə bir yanaşma var idi. Deyirdilər ki, pul hər şeyi həll eləmir, pul boş şeydir, əsas insani dəyərlərdir, əsas insanın əxlaqıdır ya da insanın özüdür. Amma bugün başqa bir yanaşma var da. Deyirlər ki, pul heç vaxtda belə deyək də reallıq olmur. Çox nadir cəmiyyətlərdə o reallıq. Yəni çox qısa dövr üçün çox dar bir ailənin tərkibində ola bilər. Amma o heç vaxt reallıq olmur. Amma o keçmişdə heç olmasa o var idi. Amma indi hər kəs çox açıq deyir ki, ən vacib puldur. Abi onun da bir yeri var. Mən Bakıda bir adam tanıyıram, milyonerdir, amma bədbəxtdir. Adam o puldan həzz ala bilmir, yaşaya bilmir. Xoşbəxt deyil, depressiyadadır. Bəli, burada o sözün yeri var. Pul hər şeyi həll eləmir əzizim. Bəlkə paylaşa bilmir, xəsisdir. İndi burada bir məsələ var. Demək, güc. Güc cəmiyyəti formalaşdırır. Bu gücün içində çox şeylər var. İndi Nietzsche deyir ki, güc hardadırsa, həqiqət də oradadır. Ya da güc kimdədir bugün? Güc kimdədirsə, reallığı da o formalaşdırır, həqiqəti də hətta o formalaşdırır. Bu artıq bu dəhşətli bir şeydir, amma hər halda. Bir var, güclülərə, Nicat müəllim çox gözəl dedi. Bir dənə əxlaq müəllimi, əxlaq, tərbiyə, biz əxlaq, tərbiyə deyəndə hələ bir irfandan danışmırıq. Adi məsələlərdən danışırıq. Milyonlarla insanı qırır, məhv edir, tükü də tərpənmir heç. Bunu edən kimdir? Bu Marsdan gəlmir, bunu da edən insandır. İndi burada bir əxlaq müəllimi var. Bunlara əxlaq dərsi deyir. Xeyri yoxdur. Elə bir daşa deyir, düşür. Daşa deyir, təsirsizdir. Bir də var əksinə. Bu əxlaqlı insanlar gəlsinlər, güclənsinlər. Bu şeyə əksinə eləyək. Aydındır? Daha əxlaqlı insana deməyək ki, bu dünya fanidir, 5 günlük dünyadır, başını sal aşağı, elə deməyək. Buna deyək ki, sən də güclən, gəl sən burada güclü olsan 10 milyon insan qırılmayacaq orada, məhv olmayacaq. Sadəcə demək lazım deyil, həm də ona yol açmaq lazımdır, göstərmək lazımdır, şəxsi nümunə olmaq lazımdır. Biz sadəcə deyəcəyik, amma Max Weber'in protestant etikası məsələsi. Əlbəttə. Ramal müəllim, mən nikbin baxıram. Yəni bu dünya lap əvvəldən belədir. İndi də belədir. Sadəcə indi təzahürləri çoxalıb. Əvvəldən belədir. Dünyanın 5% insanı intellektual, ciddi, mədəni, əxlaqlı kontentə meyllidir. O zaman başqa bir sual verim. Mən çox istəyirəm, gəlin mən bir yerə, bir dənə məsələ, Amail müəllim çox yaxşı bir məqama toxundu. Xüsusilə nikbinlik baxımından. Baxın, adətən cəmiyyətdə əxlaqi dəyərlərin qorunmasının ən yaxşı mexanizmlərindən biri sosial nəzarət mexanizmidir. Bu necə baş verir də? Məsələn, siz bir kənddə yaşayırsınız, təsəvvür edin ki, kənddə kiminsə bir əyri addım atması həmişə kənd əhalisinin, cəmaatının
mənfi reaksiyasına tuş gəlirdi deyə adamlar ondan ciddi şəkildə çəkinir. İctimai qınaq. Hə, ictimai qınaq mexanizmi. Bu sosiologiyanın sosial nəzarət mexanizmi deyil. Bu ictimai qınaq mexanizmidir. O zamanlar çox dar çərçivədə idi. Doğrudurmu? Biz o çərçivələr genişləndikcə, biz şəhərə çıxdıqca, fərdiləşmə daha çox çoxaldıqca sosial nəzarət mexanizmlərini itirməyə başladıq. Elədimi? Yəni fərd olaraq mən indi biz blokumuza girəndə bəlkə blokdakı adamlarımızın böyük əksəriyyətini mən tanımırıq. Bəli, heç birimiz bir-birimizi tanımırıq. Heç birimizi tanımırıq. Evimizdə baş verənlərdən də çox nadir hallarda biz evimizdə hətta salamlaşmırıq belə. Amma indi gəlin görün nə baş verir. Baxın da, biz indi o mənfi prosesləri daha çox sosial şəbəkələrdə görməyə başlayırıq da, doğrudurmu? Sosial şəbəkədə düzdür təqdir eləyənlər də var. Amma kifayət qədər ciddi qınaq mexanizmi də var. Ay, sağ ol. Və bu çox vacib məsələdir. Yəni biz indi kəndi keçirmişik qlobal sosial şəbəkəyə. Nəzarət İş burasındadır ki, oradadır. qınaq mexanizmi də bir mədəniyyətsizliyə doğru gedir. Çünki biz əgər müzakirə eləyə bilmiriksə, biz öz fikrimizi çox mədəni formada deyə bilmiriksə, bu da bir aşınmadır. Əgər insan ilk dəfədən söyüşə keçirsə, bir alimə, bir ziyalıya söyüş söyə bilirsə, bu ictimai nəzarət ya da bu ictimai qınaq nə rol oynaya bilər? Bir mədəniyyət. O ictimai qınaq deyil ki, o sadəcə onu yazanın daxili aləmindən. Mən söhbət nədən gedir? Məsələn, baxın da, mən sizə əminliklə və siz də bunu hamı çox yaxşı bilirik. Əgər biz sosial şəbəkələrdə hardasa bir doğrudan da çox mənfi, bayaq dediyim çox üzr istəyirəm, əxlaqsız bir şey görürüksə, onun altındakı kommentlərə baxsaq, oradakı kommentlərin 95%-i çox mənfi kommentlərdir. Bəli. Yəni orada heç kim onu təqdir eləmir. Heç kim demir ki, bu düzə. Onlar bir nəfər içərisində deyə bilər ki, bilmirik, bəlkə bunun nəsə səbəbi var beləlik. Baxın, əgər bir təqdir eləmədikləri insanın 3 milyon, 5 milyon izləyicisi var. Nə qədər Instagramda izləyiciniz var? 100 minə yaxındır, amma mən gec başlamışam. Sentyabrdan bu yana 5 milyon dəfədən çox baxılıb mənim çıxışlarıma. İndi bu da sevindiricidir, əzizim. Biz niyə bu tərəfi görmürük? İşıqlı tərəfi də görmək lazımdır. Mən sizinlə razıyam. Yaxşı, hansısa bir hadisə olur, onu paylaşırlar. Hansı qınaqdan söhbət gedə bilər ki, o qınaq etik çərçivədə olmur. Bəli. Hər kəs güya qınaq edir, amma o ictimai qınaqdır o. İctimai nəzarətdir o. Aydındır. Xeyr, iki dənə burada sistem var. Bir dövlət var, bir vətəndaş var. Üçüncüsü yoxdur. Hər hansı bir vərdişi biz cəmiyyətdə formalaşdırmaq istəyirik. Hər hansı bir vərdişi. Məsələn, təhqir etməmə vərdişini formalaşdırmaq istəyirik. Bunun iki dənə amili var, faktor var. Biri dövlətdir. Dövlət gəlir, dövlət iki cür iş görə bilər. Gəlir ya hüquq, qanun, bəli, hüquq məsələsi, ya da gəlir seriallar çəkir. Kapital onun əlindədir, pul onun əlindədir. Kinolar çəkir, seriallar çəkir, bu cür verilişlər təşkil eləyir. Bunu da dövlət. Ya dövlətdən çıxdıq vətəndaşlar. Vətəndaşlardan kimsə istəyir bu şey olmasın mənim cəmiyyətimdə. Təhqir olmasın, söyüş olmasın və sonra da cinayət olmasın. Çünki cinayət də buradan qopur da. Hüququn da bazası əxlaqdır. Çox böyük debatdır. Aydındır. Oğurluq etmək cinayət tərkibi yaradır. İndi cəza olmasa, oğurluq etmək əxlaqi baxımdan pisdir. Yəni burada biz nədir? Biz strategiyanı düzgün müəyyənləşdirək və addım ataq. Təhsilimizdə hər hansı bir yenilik eləmək istəyəndə biz baxırıq Avropa ölkələrinə, Qərb ölkələrinə, nə harda yaxşı sistem varsa onu götürürük. Bəs mədəniyyətdə və ya bizim deyirsiniz mədəniyyətlər lokal olur və lokal olduğu üçün də lokal olduğu üçün də biz dinimizi, biz yanaşmalarımızı, ənənələrimizi unutmamalıyıq da. Çünki unutsaq bizim hüququmuz da onun üzərində qurulur. Bütün sistem onun üzərindədir. Hətta təhsil vermə sistemi belə. O zaman biz dəyişməmək üçün, saf qalmaq üçün nə etməliyik? Yenə deyirəm, bu heç cür mümkün. Yəni bu əslində utopik bir yanaşmadır ki, biz dəyişməməliyik. Yox, biz dəyişəcəyik. Yəni biz istəsək də dəyişəcəyik, istəməsə də dəyişəcəyik. Cəmiyyət istəsə də inkişaf eləyəcək, istəməsə də inkişaf eləyəcək. Bizim sadəcə ona yön verməyimiz, hardasa istiqamətləndirməyimiz, hardasa bir belə deyək də, bu fikir babalarının ortalığa çıxması, hardasa cəmiyyətə nəsə bir yol göstərməsi, bayaq müəllim müəllim yaxşı dediyi kimi dövlətin yönləndirməsi bu vacib məsələdir. Burada o strategiyalar burada
o rol oynayır. Amma yenə deyirəm, məsələ burasındadır ki, bu mütləq dəyişəcək. Yəni bunu heç cür qarşısını almaq mümkün deyil. Siz fikirləşə bilməzsiniz ki, mən cəmiyyəti sıxıb saxlayacağam və bir ənənəvi bir cəmiyyət yaradacağam və bu doğrudan da yaxşı bir şey olacaq. Bu yaxşı bir şey olmayacaq. Mədəniyyət etalonu yoxdur. Mədəniyyət etalonunu cəmiyyət dəyərlər vasitəsilə hər biri öz-özlüyündə yaradır. O deyir ki, mənim üçün etalon budur. Hə, o zamanda sadəcə o yaradanlar, o sistemi quranlar, yəni sistem olaraq onu tuzduranlar kimlər olacaqsa, bu dövlət olacaqsa, bu dövlətin belə deyək də o doğrudan da dəyərlər sistemini qoruyub saxlamaq hissəsi olacaqsa, nə yaxşı, çünki bu bizə artıq imkan verəcək ki, o nisbətən belə deyək, yaxşı hesab elədiklərimizi qoruyub saxlayaq. Hə, bu da hələ sualdır ki, doğrudan da bizim yaxşı hesab elədiklərimiz bizə faydalıdırmı yoxsa yox? Bu da öz-özlüyündə böyük sualdır. Ha. Burada bir məsələ var. Qlobal dönəmdə yaşayırıq. Sərhədlər açıqdır. İnternet dönəmidir. 50 il bundan qabaq bizim bu veriş olsaydı, başqa cür danışacaqdıq. Valideyn istəyir övladları, özü övladları Azərbaycanın milli, mənəvi dəyərləri ilə yaşasın. Milli dəyərlərimizlə ailə qursun, nə bilim, təhsil alsın, yaşasın və s. və ilə axır, normal. İndi bu ata öz övladına təsir edə bilmir. Niyə? Çünki övladı səhərdən axşama qədər internetdədir. Həmin o mədəniyyətin təsirindədir. İndi bu atanın övladına təsir etmək üçün hansı mexanizmi var? Güc tətbiq eləyəcək? Mümkün deyil. Mümkün deyil. Uşaq evdən qaçacaq. Biz bu barədə danışırıq. Bir dənə yol var. Sevgi. Ata, valideyn, ana özünü övladına sevdirə bilsə, bu təhlükənin qarşısını təxminən bir 80-90% alacaq. Həzrət Əlinin möhtəşəm bir cümləsi var. İlahi, sənin qarşında günah etməkdən çəkinməyə mənim taqətim yoxdur. Bir an özümdə təpər tapıram. O anda mən günahdan çəkinə bilərəm. Hansı andır? Əyqaz tənili məhəbbətik. Sən məni oyadırsan ki, səni sevim. Səni sevəndə belə olur. O olmasa bütün valideynlərə səslənirəm. Güc tətbiq etmək dövrü bitdi artıq. Mümkün deyil. Artıq indiki dövrdə keçdi vaxt. Amma bizim klassik belə deyək də Azərbaycan ailəsinin ənənələrində də o puritanizm tipli məsələ var idi. Uşağa çox ciddi sevgi göstərməmək, məsələn, sünövlərin yanında olub, o da bir mədəniyyət idi. Biraz öncə dediyim məsələlər. Klassik amma məsələ. orada internet yox idi da Nicat müəllim. Yəni məsələ burasındadır ki, baxın biz deyiriksə ki, sevmək lazımdır. Onda axı o bizim o klassik ənənəmizdə o da var idi ki, onu da eləməyək. Gəlin onda ondan birindən əl çəkməliyik, birini güzəştə getməliyik. Mütləq güzəştə mütləq. O Quran ayəsi zət deyil, o cür yanaşma tərzi. Ən böyük təməllərdən biri bu gün çox önəmsizdir bizim üçün. Başqası, mən öz həyatımı yaşayıram, mən öz həyatımı necə istəyirəm yaşayıram. Mənim üçün başqasının fikirləri önəmli deyil. Başqasının fikri həyatımıza nə qədər vacib olmalıdır və bu mədəniyyətin hansı bir hissəsidir? Bu mədəniyyətin bir hissəsidirmi? Dostlardan biri deyir, ailəmlə Hollandiyada 13 yaşında qızım çıxdıq, New Yorka gedəcəkdi. Bir gün orada qalmalı olduq. Dedi, çıxaq şəhərə gəzək. Şəhərdə bir kişi gördük. Çılpaq, tam çılpaq və rezin bir paltar geymişdi əyninə, tam çılpaq. Qanun buna icazə verir. Qızım deyir, onu gördü, qorxusundan başladı ağlamağa. 13 yaşında qızım. İndi qanun hüquq icazə verir. Hüquq icazə verir. Bəli, icazə verir. Yaxşı, hüquq icazə verirsə, yəni mənəvi dəyərlərin, əxlaqın aradan getməsinin nəticəsi budur. Mən yalnız hüququ tanıyıram. Vəssalam. Siz bayaq pozitiv yanaşırdınız. Bunu nəzərə alanda o pozitivlik qalır sizdə yenə? Xeyr, mən pozitiv yanaşıb demirəm. Bu yaxşıdır. Mən özü Azərbaycanla bağlı danışdım. Mən müəllim optimist yanaşır. Optimist pozitiv. Mən bunu demək istəyirəm. Biz əgər menyuda faydalı intellektual şeylər qoysaq, insanlarımızın intellektual səviyyəsi o qədər aşağı deyil ki, deyək ki, bizdən adam olmaz. Mən onun əleyhinəyəm.
Mən deyirəm ki, özümüzü təhqir etməyək. Biz Bəli, dəyişməyə çalışaq ya da özümüzdən başlayaq. və bu bizim potensialımız var. Potensialımız var. Sizin dediyiniz case ki var, mən özüm necə istəyirəmsə elə yaşayacağam кейsi. Bu sadəcə olaraq ayrı-ayrı fərdlərin sosial protest mexanizmləridir. Onlar cəmiyyətin bu və ya digər ya özünü təsdiqi mexanizmidir, ya protest mexanizmidir bu və ya digər hallarda. Amma cəmiyyət belə olmur axı. Yəni bir cəmiyyət elə bir şeydir ki, onu bir arada tutan nəsə mütləq var. Bu sadəcə fərdlərin sadəcə toplamından ibarət bir şey deyil. Yəni 100 nəfərlik bir cəmiyyət. Həmin o bir yerdə tutan bir yerdə tutan dəyərlər sistemi var. Dəyərlər sistemi. O dəyərlər sistemi sizin hər birinizin, bizim hər birimizin, dövlət də belədir. Hər birimizin nəyisə istəməyimizdə qurban verməyimizin nəticəsində ortalığa çıxır. Mənim o şeydən xoşum gəlməyə bilər, amma bu cəmiyyət üçün, burada bir arada yaşamağımız üçün mən qəbul edəndə ki, bu cəmiyyətdə yaşamaq mənim üçün faydalıdır, rahatdır, onda mən nəyisə qurban verirəm, mütləq. Və o qurban verirəm ki, daha yaxşı yaşayım. Bu mütləq də həmişə də belə olur. Biz cəmiyyəti qoruyub saxlamaq istəyəcəyiksə, bu belə olacaq və müəllim ümumiyyətlə də qoruyub saxlamaq lazımdırmı? Cəmiyyəti həmişə qoruyub saxlamaq lazımdır. Çünki insan sosial varlıqdır. O sadəcə meşədə yaşayan canlı deyil. Mənəvi dəyərləri qoruyub saxlamaq vacibdir. Amma qoruyub saxlamaq predmetləri, amma mənim bax bir telefona mən deyirəm ki, telefonda vacibdir, mənəvi dəyərlər də vacibdir. Amma bu iki vacib arasında çox fərq var. Niyə fərq var? Telefonun vacib olmasını Azərbaycan əhalisinin, dünya əhalisinin hamısı qəbul edir. Mənəvi dəyərlərin vacib olmasını dünya əhalisinin mütləq əksəriyyəti qəbul etmir. Az faizi qəbul edir. Düşünmür o barədə bəlkə. Düşünmür də, düşünmür də heç. Onun zərurəti haqqında düşünmür, vacibliyi haqqında düşünmür. İndi bu filosofların, mütəfəkkirlərin, əxlaq müəllimlərinin işi bəlkə onu public diskursa getməkdir, müzakirəyə getməkdir və elə təqdim etməkdir ki, o telefonu necə qəbul edir, çörəyi necə qəbul edir, onu da qəbul etsin. O ustalıq artıq orada müəllimə aiddir. Nəinki yorucu formada desin bunu. İnsanlar desin ki, budursa bizə lazım deyil. Bizə lazım deyil. Proqramı yekunlaşdırırıq. Bugün bizim danışdıqlarımızdan tamaşaçı ya da bizi izləyənlər nə götürməlidir, nə mesaj vermək istəyirdik əslində burada və yekunlaşdırsaq necə yekunlaşdırarsınız? Buyurun, sizdən başladıq, sizdən də yekunlaşdıraq. Mesaj işinə Nicat müəllim bax. Buradan çıxan iki çox vacib bir mesaj var. İki vacib mesajın birincisi ondan ibarətdir ki, biz heç bir halda gələcəyimizə pessimist baxmamalıyıq. Və biz optimist olmalıyıq. Biz başa düşməliyik ki, cəmiyyət daim inkişaf edən mexanizmdir və biz heç də pisə doğru, çox ciddi şəkildə pisə doğru, yəni cəmiyyətin dağılmasına belə deyək də əsas verəcək bir pisə doğru getmirik. Bunu nəyə əsaslanaraq deyirsiniz? Hansı göstəricilərə? Ki, ən azı gəlin belə danışaq da bizim heç olmasa çox bariz nümunəmiz var. Əgər bizim əxlaqi dəyərlərimiz doğrudan da çox aşınsaydı, biz 5 il bundan qabaq Qarabağ müharibəsində uda bilmərdik. Şəhid verən millət aşağı millət ola bilməz. Bu pafos deyil. Bu pafos deyil. Bunu eşitsinlər bəzi ziyalılarımız. Milləti təhqir edirlər bütün sənə hallarda qədər. millət bu və ya digər hansısa dəyərlərdə hansısa problemlər ola bilər, amma toplum halına gələndə mütləq olaraq o toplumun ən azı bir arada tutulması üçün o dəyərlər mexanizmi həmişə işə düşür və o özünü qoruma instinkti daim ortalığa çıxır. Bu bir məsələ. İkinci məsələ dediyimiz ən vacib məsələlərdən biri, biz nələrisə qoruyub saxlamalıyıq. Yəni bizim üçün cəmiyyətimizi bir arada toplamaq gücündə olan dəyərlər sistemimizi qoruyub saxlamalıyıq. Amma bundan ötürü də klassik vasitələrdən istifadə etməklə yox, cəmiyyətin bu gün texnologiyanın, yeniliklərin bizə verdiyi o vasitələrdən istifadə edərək, müasir vasitələrdən istifadə etməyi bacarmaq. Mütləq. Buyurun Müəllim bəy. Məşhur Hannah Arendt'in 20-ci əsrin siyasi filosof xanım. Onun bir sözü var, siyasət konfliktləri konsensusa gətirmək bacarığıdır. Cəmiyyət üçün norma, prinsip konfliktdir yoxsa konsensusdur? Deyirəm konsensusdur. Ona görə konflikt qeyri-adidir. Onu neytrallaşdırıb konsensusa getmək lazımdır. İndi sual, negativ yaşamaq, həyata negativ baxmaq normadır, yoxsa optimist baxmaq? Optimist baxmaq normadır. Negativ kim baxırsa, o
aşırı dərəcədə olsa o artıq problemdir, xəstəlikdir, özünü müalicə etməlidir. Ona görə Nicat müəllimə qatılıram. Azərbaycanın potensialı da bizim təsəvvürümüzdən daha çoxdur. Sadəcə olaraq iş görmək lazımdır. Bu sizin dediyiniz o mədəniyyət sahəsində çoxlu iş görmək lazımdır. Əslində sizin veriliş də ona xidmət edir də. Hə, siz də buna xidmət edirsiniz. Ona görə də təşəkkür edirəm ki, Var olasınız. vaxt ayırdınız, gəldiniz. Hörmətli tamaşaçılarımız, proqramımız burada yekunlaşır. Qonaqlarımıza da fikirlərinə görə, bizimlə paylaşdığı bilgilərə görə təşəkkür edirik. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun.